Salam dəyərli izləyicilər. Bu gün sizlərlə dəyər yayınlarının 25 yanvar 2026-cı il tarixində təşkil etdiyi sınaq 4 imtahanı suallarına baxacağıq. Başlayırıq riyaziyyat hissəsindən. Deməli, 1248 metr ipi neçə ədəd 13 metrlik hissələrə ayırmaq olar? Məlum məsələdir ki, 1248-i bölürük 13-ə, cavab alınır 96 D variantı. 27-ci sual 2 üstəgəlsin 5-də 3, 2 tam 5-də 3 edir. O da bərabərdir. 5-də və 2-in 10, üstədə 3 gələndə 13, 5-də 13 B variantı. 28-ci sual 6 tam %66 formada yazılır. B variantı. 29-cu suala baxırıq. Əvvəl mötərizənin 4-ün kubu 64 çıxılsın, 6-nın kvadratı 36 üstəgəlsin, 2-nin kvadratı 4 vurulsun, 5-in kvadratı 25 bərabərdir. 64-dən 36 çıxanda 28 üstəgəlsin, 4-ü 25-ə vuranda 100 bərabərdir, 128 D variantı. 30-cu suala baxıram. Deməli, 3-lər ixtisar gedir, A qalır 5-də 2. B-də də 7 ilə 14 ixtisar gedəndə burada qalır 2, B də edir 5-də 2. A-nın B-yə hasili 5-də 2-nin 5-də 2 hasili deməkdir. O da 25-də 4 edəcək C variantı. 31. Vüsal pilləkənləri 2-2, Vüqar isə 3-3 addımlayaraq qalxır. 12 pilləli pilləkəndə onlar neçə dəfə ayaqlarını eyni pilləkənə basarlar. Şərhlər belə bir pilləkən təsəvvür eləyin. Elə bil bu başlanma yeridir. Hardasa, məsələn 2-2-3 gedirsə, 12-yə də bölünən bir dəfə biz buradan götürürük 6-nı, bir dəfə də götürürük 12-ni. 6-cı pilləkəndə və 12-ci pilləkəndə deməli onlar ayaqlarını eyni yerə basırlar. Həm 2-yə bölünür, həm 3-ə bölünür. Ona görə 2 olacaq cavab B variantı. Yəni pilləkən də çəksəz özünüz görə bilərsiniz. 32. 6 tam 3-də 2 kəsirini düzgün olmayan kəsirə çevirin. 3 dəfə 6 və üstünə də 2 gəlirik, edir 3-də 20 B variantı. 33. Aşağıdakı kəsirlərdən hansı sıfıra daha yaxındır? Şagirdlər, kəsirlərdən surəti bərabər olan kəsirlərdən məxrəci böyük olan daha kiçikdir. Daha kiçik olanda sıfıra yaxın olur da. Məsələn, bura 0-dırsa, bura 1-dir, bura 2-dir. Hansı kiçikdir? 1. Bunlardan hansı kiçikdir? 9-da 1. D variantı. 34. 1 metri 1,85 manata olan parçadan 30 metr alan cəmdə satıcıya neçə manat ödəməlidir? 1,85 1 metrdirsə, onda 30 metrini 30-a vururuq. O da edir 55,5. B variantı. 35. Deməli, burada hər tərəfini 4-ə vururuq. Sürət və məxrəci 3,16-da 12 çıxılsın 2,16-da 11. Bərabərdir 1,16-da 1. D variantı. 36. Bu onluq kəsirin %1'lər mərtəbəsinə qədər yuvaraqlaşdırın. Bura onda birlər, 6 %1'lərə düşür. 6-dan sonra 3 gəlir deyə 6 olduğu kimi qalır və 3-də 0-ın əvəz olunur. Deməli, A variantı. Yəni cavabımız belə. 37. İfadəsinin qiymətini hesablayın. Əvvəlcə birinci mötərizəni hesablayıram. Edir 2 tam 2-də 1. Onda düzgün olmayan kəsirə çevirəndə 2-də 5. Yuxarı da edir 1 tam 3-də 2. Onu da düzgün olmayan kəsirə çevirəndə 3-də 5. 2-də 5 bölünsün 3-də 5 bərabərdir. 2-də 5 vurulsun 5-də 3. 5-lər ixtisar qalır 2-də 3. 3-ü də 2-yə böləndə 1,5 C variantı. Sonra 38-ci suala baxırıq. Uzunluğu 8,7 metr olan məftilin əvvəl 4,5-də 1 metri, sonra isə 3 metri kəsildi. Neçə metr məftil qaldı? Deməli, 8,7-dən əvvəl çıxırıq 4,5-də 1.
bərabərdir 8 tam, deməli onda 7 çıxılsın 4 tam onda 2. O da bərabərdir 4 tam onda 5. Bu da edir 4 tam 5'də 1. 4 tam 5'də 1'dən də biz 3 çıxanda edir 1 tam 5'də 1. Yəni 5'də 6. Bir də geçərçilər. Bir dənə burada bir düzəltiş edim. Deməli burada hər tərəfini 5'ə böləndə bura 2 düşür. 4 tam 2'də 1 çıxılsın 3. O da edir deməli 1 tam 2'də 1. O da 2'də 3 deməkdir. B variantı. 39-cu suala baxırıq. İfadəsinin qiymətini tapın. Bu 4 bölünsün 100'də 125 kimi yaza bilərik də. O da bərabərdir 4 vurulsun. Əvvəl bunları ixtisar aparaq. Hər tərəfini 25'ə böləndə burada 5, burada da 4. O da edir sonra vurma ilə 5 düşür aşağı. 4 qalxır yuxarı. 16 bölünsün 5 bərabərdir 3 tam onda 2. D variantı. 40-cı sual. Kəsirlərini artan sıra ilə düzün. Məxrəci 20'yə bərabərləşdirək. Buranı sürət və məxrəci 2'yə vursaq, edir 20'də 14. İkincinin sürət və məxrəcini 4'ə vursaq, 20'də 8. Üçüncünün sürət və məxrəcini 5'ə vursaq, deməli 20'də 15. Artan sıra ilə düzür deyirsə, azdan başlayırıq. Yəni 20'də 8, 20'də 14 və 20'də 15. 20'də 8 ikinci idi, yəni 5'də 2 ilə başlayacaq. Sonra 20'də 14, yəni 10'da 7, o da edir D variantı. 41. Avtomobil 90 km yol getdikdən sonra dayanır. Qalan yol ümumi yolun 9'da 4 hissəsi olarsa, avtomobil daha neçə kilometr yol getməlidir? Deməli, məsələnin şərtini başa düşmək üçün bir yol çəkirik. Baxın, 90 km yol getdikdən sonra dayanır. Bura 90 kilometrdir. Qalan yol ümumi yolun 9'da 4 hissəsidir. Bura 9'da 4-dürsə, bura nə qədərdir? 9'da 5'dir də. Yəni bir hissə 1-dən 9'a 4 çıxanda 9'da 5. 9'da 5'i 90'dırsa, biz 90'ı bölürük 9'da 5'ə. O da bərabərdir 90 vurulsun 5'də, deməli 5'də 9. Əslində şərhlər bunu belə yazmayaq. Bir dəqiqə. Burada. Bu deyir ki, qalan yol ümumi yolun 4'də 9 hissəsidir. Baxın, buradan bura 90'dır, tutaq ki. Burada x-dir də. 90 km getdikdən sonra dayanır. Qalan yol ümumi yolun, yəni bu x nəyə bərabərdir? Ümumi yolun 90 üstəgəl x-in deməli 9'da 4 hissəsi vurulsun. 9'da 4. Hər tərəfini 9'a vuranda 9x bərabərdir. 90 üstəgəlsin x vurulsun 4. Paylama qanunu əsasən içərini vurarsak 360 üstəgəl 4x bərabərdir 9x. Hər tərəfdən 4x çıxanda 360 bərabərdir 5x. X də bərabərdir deməli 72. Avtomobil daha neçə kilometr yol getməlidir ki, yolun sonuna çatsın? 72 kilometr yol getməlidir. Yəni ümumi yol çünki 162-dir. 10-90 gedib, 72-si isə qalıb. 42-ci suala baxırıq. Şəkildə verilmiş kitab rəfində ölçüsü göstərilmiş kitabın eynisindən 20 ədəd qoyulursa rəf dolar. Kitab rəfinin daxilində uzunluğu nə qədər olar? Kitab rəfinin baxın 4'də 17 cm-dir və 20 ədəd qoyulsa dolar. Deməli biz 4'də 17-ni vururuq 20-yə. 4'də 17 vur 20 bərabər 4 ilə 20 xısacadır 5. 5'də 17-yə vuranda 85 D variantı. 43-cü sualda mötərizənin içi bərabərdir. Deməli 2 tam 2 və 3 6 7 2'də 7 2'də 7-ni 3'ə vururuq. Yazırıq 2'də 21 D variantı.
44-də baxın, buranı x kimi götürsək, 18-də 7-dən çıxırıq 13-də. 18-də 13 bərabərdir. Deməli, daha doğrusu 18-də 13-dən 18-də 7 çıxırıq, edir 18-də 6. Amma bizdə burada 9-da belə kvadratdır da. Deməli, 18-i 2-yə bölmüşük, 9 alınıb, 6-yı da 2-yə bölməliyik ki, bura 3 olsun, yəni 9-da 3 A variantı. 45-ci suala baxırıq. İfadəsinin qiymətini tapın. Vergüllər alt-alta yazılır. 1, 9, 5, 2. 25 tam %91 B variantı. 46. Nurlan 3 ədəd şokolad var. Nurlanın o şokoladlarından birinin 5-də 3 hissəsini yesə nə qədər şokolad qalır? Baxın, şərtdə 3 ədəd şokoladdır. Bu şokoladlardan birini yeyir də, yəni birinin, daha doğrusu birinin 5-də 3 hissəsini yeyir, amma 2 tam qalır. 1-dən 5-də 3 çıxanda qalır 5-də 2. 2-nin üstə də 5-də 2 gəlirik. Edir 2 tam 5-də 2. O da bərabərdir 5-də 12 C variantı. 47. Murad gündə 0,5 litr süt içir. O 2 həftəyə neçə litr süt içir? 2 həftədə 14 gün var. Biz 0,35-i vururuq 14-ə. Bərabərdir 4,9 C variantı. Baxırıq növbəti suala. Deməli, cavab kağızında tapşırığın həlli üçün ayrılmış hissənin çərçivəsindən kənara çıxmayın. Bunları özünüz oxumusunuz yəqin. 48-ə baxırıq. Fariz dayının 272 manat pulu var idi. Deməli, 272 manat. O pulunun 8-də 3 hissəsini geyim, qalan pulunun əvvəl 8-də 3 hissəsini tapırıq. 8-də 3-ünə geyim alıb. Bərabərdir. 272-yi 3-ə vurub 8-ə bölürük. Buradan da 102 alırıq. Deməli, 102. 272-dən deməli 102 manatını xərclədi də. 272 çıxılsın 102 bərabərdir. Deməli, 170. 170 manat pul qaldı da. Yəni, 102-sinə geyim aldı. Bu 170-in də 4-də 1 hissəsinə ərzaq aldı. Yazırıq, 170 vurulsun 4-də 1. O da bərabərdir 42 tam 10-da 5 manat. Burada manat yazırsınız. Deməli, Fariz dayı ərzaq üçün neçə manat xərclədi? 42 tam 10-da 5 manat xərclədi. 49. Ədəd oxunda göstərilmiş A, B ədədlərini düzgün və düzgün olmayan kəsr şəklində yazın. A bölünsün B-ni tapın. Deməli, sayırıq buradan 0, 1, 2, 3, 4, 5, 6, 7. A harada dayanıb? 0,7. Biz bunu düzgün kəsir kimi yazırıq? 10-da 7. B harada dayanıb? Deməli, 1, 2, 3, 4. Yəni, 1,4. O da edir 10-da 14. Bu da düzgün olmayan şəkli. Buraya yazırsınız düzgün. Bu da yazırsınız düzgün olmayan. İndi A bölünsün B-ni tapın. 10-da 7 bölünsün 10-da 14. Bərabərdir. 10-da 7 vurulsun 14-də 10. Bərabərdir. Onlar ixtisar edir. 7 ilə də 14 burada qalır 2. Burada yuxarı 1 aşağı 2. Biri də 2-yə böləndə 0,5. Bu da bizim cavabımız. Sonuncu suala baxırıq. A bərabərdir bu ədədə, B də bərabərdir 10 tam 128 bölü 4. A, B cəmini soruşur. Deməli, əvvəl bölürük 14 tam %16-nı 6-ya. Buradan 2 dəfə çıxırıq 12, qalır 2. 21-də 3 dəfə 18, 3, 36-da da 6 dəfə. Deməli, bu bizim A-mızın qiymətidir. İndi B-yə baxırıq. 10 tam %28 bölünsün 4, 2, çıxılsın 8, 2. Tamla düşünə tam da bura qoyuruq. 22-də 5 dəfə, 2, 28-də də 7 dəfə. Bu da B-imizin qiyməti.
AB cəmini soruşun. 2 tam %57 üstəgəlsin 2 tam %36 bərabərdir 3. Deməli 9. 2-nin üstəki cəmdə də 4. 4 tam %93. Belə şagirdlər neçə düz, neçə səhv yazdığınızı rey bölməsində qeyd edə bilərsiniz. Bura qədər izlədinizsə kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.